Hər vaxtınız xeyir əziz dördüncülər. Gəlin bugün sizlərlə birlikdə şəxsə və zamana görə dəyişən və dəyişməyən feilləri öyrənək. Ümumiyyətlə şəxsə və zamana görə dəyişən, dəyişməyən feillər nədir? Ümumiyyətlə feil özü iş, hərəkət bildirən sözlərdir. Məsələn, yazır, oxuyur, qaçır, oynayır, gedir, gəlir və s. Amma feillər iki cür olur. Dəyişən feillər, yəni təsriflənən feillər, bir də dəyişməyən feillər, yəni təsriflənməyən feillər. Dəyişən feillər şəxsə və zamana görə dəyişir. Mən yazıram, sən yazırsan, o yazır. Biz oxuyuruq, belə deyək, biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Görsən feil burada dəyişdi. Yəni şəxsə görə dəyişdi. Mən yazıram, sən yazırsan, o yazır. Biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Dəyişməyən feillər isə, yəni təsriflənməyən feillər isə heç vaxt dəyişmir. Nə şəxsə görə dəyişir, nə də zamana görə dəyişir. Təsriflənməyən feillərin 3 növü var. Məsdər, feili sifət, feili bağlama. Məsdər ümumiyyətlə hər zaman bizim qarşımıza çıxır. Çünki lüğətdə sözlər, yəni feillər bizə məsdər formasında verilir. Bu feillər işin adını bildirir. Məsələn, oxumaq, yazmaq, getmək, gəlmək və s. Bunlar heç zaman dəyişmir. Məsələn, mən oxumaq, sən oxumaq, o oxumaq. Heç vaxtı ola bilməz. Yəni, heç biri düzgün deyil, çünki dəyişmir. Yəni, şəxsə və zamana görə dəyişmir. Dəyişmədiyinə görə də yəni düzgün deyil. Bu, dəyişməyən feillərdir. Yəni, təsriflənməyən feillər. İkincisi isə feili sifət. Bu feillər əlamət bildirir, yəni sifət kimi işlənir. Sifət deyil, sifət kimi işlənir. Məsələn, gələn uşaq, daha sonra yazılmış məktub, qaçan it və s. Yəni, buradan da gördük ki, belə deyək, şəkilçiləri vardı bir neçə. An, ən, mış, miş və s. Daha sonra, burada sizə deyim, feili bağlama. O feili sifət idi, bu isə feili bağlama. Bu feillər əlavə hərəkət bildirir. Məsələn, gülüb danışdı, qaçaraq gəldi, oxuyub yatdı. Burada gülüb, qaçaraq, oxuyub dəyişmir. Feili bağlamanın da şəkilçiləri ıb, ib, araq, ərək və s. Daha sonra, bunu asan yadda saxlamaq üçün maq, məq varsa məsdər, an, ən, mış varsa feili sifət, ıb, ib, araq varsa feili bağlama olmuş olacaq. Belə deyək, indi gəlin testlər üzərində daha yaxşı öyrənək. Ümidvaram ki, başa sala bilmişəm. İlk sualda bizə deyir ki, hansı feil şəxsə və zamana görə dəyişə bilmir? Elə güləndə, anda, əndə varsa, deməli bu təsriflənməyən feildir. Cavab burada A var. Mən sayıram, sən sayırsan, o sayır, biz sayırıq, siz sayırsınız, onlar sayır. Mən izlədim, sən izlədin, o izlədi, biz izlədik, siz izlədiniz, onlar izlədilər. Axacaq. Elə baxın burada axacaq zamana görə dəyişmir. Elə dəyişməyən, yəni şəxsə və zamana görə dəyişə bilmir deyirsə, deməli burada A variantını götürmüş olarıq. Deyir, hansı cümlədə feil birinci şəxsin cəmindədir? Birinci şəxsin cəmini soruşursa, mən, yəni mənin cəmi biz. O atasının sözlərini diqqətlə, o birinci şəxsin, daha doğrusu üçüncü şəxsin təkidir. Üçün danışa bilmədim, mən bilmədim, birinci şəxsin təki. İlk siz, ikinci şəxsin cəmi. Bir azdan yemək yeyəcəyik. Biz bir azdan yemək yeyəcəyik. Baxın, burada biz olmasa da yeyəcəyik feilindən bilirik ki, burada biz əlavə etsək, feil birinci şəxsin cəmi olacaq. 3-də, yəni cavab B variantı. 3-də verilmiş feillərdən neçəsi şəxsə və zamana görə dəyişə bilmir. Burada şəkilçiləri yadınıza salın. Acaq, əcək onsuz da zamana görə dəyişib. Anda, əndə. Baxın, bu təsriflənməyən feildir. Oturmaq. Baxın, məsdərdir. İstəyən, an, ən dedik ki, bu da təsriflənməyən feildir. Burada olacaq 3 dənə. 4-də deyir, İlham bu məsələni hamıya açıqladı. Cümləsindəki feillə bağlı doğru fikir hansıdır? Açıqladı. Açıqladı sözündən söhbət gedir. Quruluşca sadədir. Doğru fikir xeyr. Açmaqdan açıq, açıqdır.
Yəni bu düzəltmədir. Üçüncü şəxsin təkindədir. Bəli. Üçüncü şəxsin təkindədir. Baxın, üçüncü şəxsin təki. Yəni o açıqladı. İlham açıqladı. Elə olacaq B variantı. Hansı cümlədə şəxsə və zamana görə dəyişə bilməyən feil var? Dəyişə bilməyən feil istəyir. Yəni təsriflənməyən feil istəyir. Uzaqdan yol yaxşı görünmürdü. Uşaqlar quyunun yanından çəkilin. Bacım fincanı götürəndə, anda, əndə. Bax, görürsünüz? Burada var. Cavab C variantı. 6-da deyir, feilin aid olduğu şəxsə əsasən məntiqi ardıcılığı hansı sözlə davam etdirmək olar? Başladın, toplaşırsan, uçacaqsan, deməli olacaq, qayıtdın. Başa gedirik, ona görə də qayıtdın olacaq. 7-də deyir, hansı variantdakı feillər ikinci şəxsin təkindədir? Səndən söhbət gedir. Deməli, elə olacaq, qoruyur, sən qoruyursan, sən bilirsən. Cavab A variantı. 8-də deyir, verilmiş xüsusiyyətlərə uyğun gələn feil hansıdır? Quruluşca düzəltmə olsun, ikinci şəxsin cəmində olsun. Deməli, burada olacaq, siz başlayırsınız. C variantı. 9-da deyir, nöqtələrin yerinə uyğun gələn şəkilçilərin ardıcıl verildiyi variant hansı? Siz gəlirsiniz, mən bilirəm, daha sonra biz oynayacağıq, biz oynayacağıq. D variantı. 10-da deyir, şəxsə və zamana görə dəyişməyən feil hansıdır? Dəyişməyəni istəyir. Təbii ki də məq dedik ki, məsdərdir. Cavab C variantı. Çalışmalara baxaq. Deməli, şəxsə və zamana görə dəyişə bilməyən feillərin altından xətt çəkindiyi. İtirəndə, anda, əndə var burada, bir saniyə. İtirəndə, malı, məli, bəli, yazılmalı. Üzdü yox, qalxacaq yox, taparkən, bəli, seçir yox, çəkirdi yox, yormadan, aparmaq. Daha sonra yağır, xeyr, bacaracaq, xeyr, onsuz da dəyişilib, alar, almaz, bəli, armaz, oxuyan, bəli, gördük yox. İkinci tapşırıqda deyir, cümlələrdəki feillərin hansı şəxsə aid olduğunu qarşısında qeyd edib. Bugün qardaşım imtahana gedəcək. Deməli, gedəcək üçüncü şəxsin təki. Üçüncü, o gedəcək. Etdiyiniz yaxşılıqları əsla unutmayacağam. Burada birinci şəxsin təki. Birinci şəxsin təki. Deməli, burada olacaq tək, yenə tək. Ramil atası ilə birlikdə balıq tutmağa getdi. Üçüncü şəxsin təki. Üçüncü şəxsin təki. Siz çox dəqiq iş görürsünüz. Təbii ki də ikinci şəxsin cəmi formada olmuş olacaq. 3-də deyir. Nöqtələrin yerinə keçmiş zaman və şəxs çəkiciləri əlavə edib yazın. Biz körpünün altından keçib həmin yerə çatdıq. Çatdıq. Orxan hamının gəlməyini gözlədi. Keçmiş zaman istəyir çünki. Siz çox gec gəldiniz. Gəldiniz. Valideynlər bu xəbəri eşidib çox sevindilər. Bu formada olmuş olacaq. 4-ə baxırıq. Mən uşaqları, nöqtələrin yerinə uyğun gələn şəxs və zaman şəkilləri əlavə edib yaz. Mən uşaqları çağırdım. Çağırdım. Bir az tez gəlin. Gedirik. Gedirik. Müəllim bizi gözləyir. Gözləyir. Daha sonra uşaqlar tələsə-tələsə gəldilər. Biz məktəbə getdik. Bu formada olmuş olacaq. Feilləri cədvələ uyğun yerlərinə yazın. Ay sağ ol. İndi mən sadəcə üzərində yazacağam. Bir də vaxt itirib yazmayacağam. Hazırlaşdım. Hazırlaşdım keçmiş. Daha sonra qaçırıq indiki. Tapdım keçmiş. Sevəcəyəm. Deməli, gələcək. Qayıdacağıq, gələcək. Sağaldım, keçmiş. Dəyərləndirirəm hal-hazırda, indiki. İzləyirik, indiki. Gözəlləşdirəcəyik, gələcək. Gedirik, gedirik, indiki. Bildik də, keçmişdə olmuş olacaq. Ümidvaram ki, buraya qədər başa düşmüsünüz. Baxırıq. 6-cı tapşırıq.
6-cı tapşırıqda bizə deyir, cümlələrdə şəxsə və zamana görə dəyişə bilməyən fe'llərin altından xətt çək. Yaxşı. Soruşmadan. Bəli, elə burada var. Soruşmadan. Görüləsi, ası, əsi. Düzdür, burada da var. Oxumaq, bəli, elə məsdər. Ceyhun bilmədən. Bəli, burada da var. Üçüncü şəxsin cəmində olan fe'lləri seçib cümlədə işlədin. Üçüncü şəxsin cəmində olanlar dağıtdılar və bəyəndilər. Özünüz dağıtdılar və bəyəndilər sözünü cümlədə işlədərsiniz. Daha o sizin özünüzə qalan bir şeydir. Necə cümlə istəsəniz qurarsınız. 8-də isə bizə deyir ki, ikinci şəxsin cəmində olan fe'llərin altından xətt çəkin. Deməli, oynayırsınız, siz oynayırsınız. Daha sonra toxundunuz. Daha sonra yorursunuz. Daha sonra çalışdınız. Xoşlayırsınız. Bilirsiniz. Geyinəcəksiniz. Sevinəcəksiniz. Bu qədər. 9-da isə deyir ki, ikinci şəxsin cəmində indiki zamanda olan fe'lləri işarələyin. Verirsiniz. Bəli. Daha sonra döyürsünüz. Qaçıram ola bilməz. Söylədim ola bilmər. Aparırsınız. Bir də yuyursunuz. Bəli, bu formada olmuş olacaq. Onda deyir, fe'lləri keçmiş zamanda birinci şəxsin cəmində işlədərək uyğun yerlərə yazın. Yaxşı. Axşam tərəfi dənizdən evə qayıtdıq. Bunu birə yazarıq. Yenə aya yazarıq. Bugün bütün otaqları təmizlədik. Bura B gedəcək. Aldığı muncuqları sapa düzdük. Düzdük. Olanları sizə danışdıq. Bu da D-yə getmiş olacaq. Uşaqlar, ümidvaram ki, başa düşmüsünüz. Başa düşməmişsinizsə, hansı hissə sizə aydın olmadısa, şərhlərdə qeyd edə bilərsiniz. Video faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi, kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.